Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Qanunçuluq proqramının növbəti sayında hər birinizi xoş gördük. Əsas məqsədi vətəndaşları maarifləndirmək olan qanunçuluq proqramının bugünkü mövzusunu biz azad sahibkarlıq hüququ, həmçinin iqtisadi sahədəki hüquq pozmalara həsr etmişik. Və biz mövzu ilə bağlı studiyamıza dəvət olunmuş qonaqlarla birlikdə çalışacağıq ki, azad sahibkarlıq hüququ, bu hüquqdan istifadə ilə bağlı sizləri maraqlandıran suallar ətrafında öz verilişimizi təşkil edək. Mən mövzu ilə bağlı studiyamıza dəvət olunmuş qonaqlarımızı təqdim etmək istəyirəm. Bugünkü qonaqlarımız isə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Jalə İbrahimova, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Aqibət Əliyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Zahid Qəmbərovdur. Hər birinizi studiyamızda salamlayıram. Jalə xanım, istərdim ki, söhbətimizə sizinlə başlayaq. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşlara verilən əsas hüquqlardan biri də azad sahibkarlıq hüququdur. Konstitusiyamızın 59-cu maddəsinə əsasən hər bir şəxs qanunla qadağan olunmayan iqtisadi fəaliyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Gəlin məhz təməl qanunumuz olan Konstitusiyamız, onun azad sahibkarlıqla bağlı təməl prinsipləri ilə söhbətimizə başlayaq. Mən bildiyimiz kimi, Konstitusiyanın 59-cu maddəsi azad sahibkarlıq hüququ ilə bağlı olan bir maddədir. Biz həmin maddənin dispozisiyasına nəzər yetirdikdə görə bilirik ki, konkret olaraq hər kəsin öz imkanlarından, qabiliyyətindən, mülkiyyətindən istifadə edərək azad sahibkarlıq hüququnu həyata keçirmək imkanı nəzərdə tutulmuşdur. Dispozisiyanın ikinci hissəsinə biz nəzər yetirdikdə orada konkret olaraq göstərilir ki, həmin bu hüquqdan, bu mülkiyyət hüququndan, azad sahibkarlıq hüququndan istifadə etməsinə yericəndə dövlət də dəstək verir. Dövlət eyni zamanda müəyyən məsələləri də sahibkarlıq hüququ ilə bağlı tənzimləyir. Belə ki, onun tənzimlədiyi biz nöqtələrə nəzər yetirdikdə, orada konkret olaraq insan həyatı, dövlətin orada maraqları və son olaraq da insanların sağlamlığı əsas götürülür. Belə deyək ki, azad sahibkarlığa dövlət dəstək verməsi ilə yanaşı, eyni zamanda insanların səhhətini, sağlamlığını, həyatını və dövlətin maraqlarını da qanunvericiliyə tam tənzimləyərək qoruyur. Eyni zamanda qeyd etməliyik ki, bu hüquqların dövlət belə deyək, qanunlarla, məcəllələrlə vətəndaşlara azad sahibkarlıqla bağlı yüksək hüquqlar müəyyən etsə də, bu hüquqlardan sui-istifadə hallarında onların cəzalandırılması da nəzərdə tutula bilər. Biz qeyd etməliyik ki, Azərbaycan Respublikası ərazisində Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət tədbirləri nəzərdə tutulur. İnzibati xətalar daha yüngül cəzaları nəzərdə tutulur və inzibati xəta hesab olunur. Amma daha belə deyək, taliyə yüklü məsələlər, dövlətə, cəmiyyətə, eyni zamanda insan həyatına ziyan vuracaq, daha təhlükəli və ictimai təhlükəli daha yüksək olan əməllər isə Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır. Azad sahibkarlıqla bağlı olan qeyd etdiyimiz kimi sahibkarlıq və iqtisadi yönümlü cinayətlər də öz növbəsində Cinayət Məcəlləsinin iqtisadi sahədə olan cinayətlər kateqoriyasına aiddir və həmin sahədə olan cinayətlərlə onun həyata keçirilməsində törədilən əməllərin qarşısı alınır və buna görə də məsuliyyət nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddədə qanunlu sahibkarlıq fəaliyyətinə mane olma adı altında konkret bir maddə nəzərdə tutulmuşdur. Biz maddənin dispozisiyasına nəzər yetirdikdə orada konkret olaraq göstərilir ki, fərdi sahibkarlar və kommersiya təşkilatları. Yəni, burada belə nəzərdə tutulur, həm dispozisiyada, həm də ümumiyyətlə başa düşdüyümüz qədər. Yəni, vətəndaş özü tək fərdi sahibkar şəklində də iqtisadi fəaliyyətlə məşğul ola bilər. Eyni zamanda kommersiya təşkilatı, hüquqi şəxs ola bilər ki, ortaqlıq və ya MMC, açıq səhmdar, məhdud məsuliyyətli cəmiyyət və s. belə şəkildə hüquqi şəxslər yaradaraq o sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Burada konkret olaraq 190-cı maddədə göstərilir ki, həmin fərdi sahibkarların və ya kommersiya təşkilatlarının
azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə vəzifəli şəxslər tərəfindən belə deyək, onların qadağan etmə və onların müəyyən mənada məhdudlaşdırılması. Ola bilər ki, həmin fərdi sahibkarlara və ya kommersiya təşkilatlarına lisenziya verilməli olduğu halda verilməz. Yəni onlar bütün sənədlərini hazırlayırlar, müvafiq qurumlara təqdim edirlər, amma onlar üçün lisenziya təşkil olunmur, onların fəaliyyəti müəyyən mənada məhdudlaşdırılır. Eyni zamanda bununla da onların hüquqlarına artıq ziyan yetirilir. Bu da isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret 190-cı maddəsinin tərkib hissəsini yaratmış olur. Biz orada onu da qeyd etməliyik ki, konkret olaraq belə deyim, burada artıq 190-cı maddənin subyekti, yəni orada cəzalandırılmalı şəxs, təqsirləndirilən şəxs hesab olunacaq şəxs vəzifəli şəxsdir. Yəni hər hansı bir orqanın, dövlət orqanının vəzifəli şəxsi burada xüsusi subyekt kimi fəaliyyət göstərir. Belə deyək, hər hansı bir Azərbaycan Respublikasının vətəndaşı bu cinayəti törədə bilməz. Ancaq müəyyən vəzifədə olan şəxslər bu cinayəti törədə bilərlər. Və bu cinayətin törədilməsi nəticəsində fərdi sahibkara, kommersiya təşkilatına xeyli miqdarda, külli miqdarda, xüsusilə külli miqdarda ziyan vurula bilər. Bu zaman xeyli miqdar dedikdə 50.000 manatdan 200.000 manatadək olan məbləğ nəzərdə tutulur. 200.000 manatdan yuxarı olan məbləğ isə külli miqdar nəzərdə tutulur. Yəni burada artıq summa qalxdıqca Cinayət Məcəlləsində olan o ağırlaşdırıcı hallarda olan hissələrdə də dəyişiklik baş verir. Bununla da Cinayət Məcəlləsində artıq sanksiya, cəza nəzərdə tutulan hissələr isə dəyişməsi və yəni paralel olaraq da bu cəzaların daha yüksəlməsi, daha ağırlaşması nəzərdə tutula bilir. Bəli, biz sahibkarlıq hüququ, sahibkarlıq hüququna mane olma ilə bağlı qanunvericiliyin tələblərini izah etməyə çalışdıq. Aqibət müəllim, mən istədim ki, söhbətimizi sizinlə davam etdirək. Sahibkarlıqla bağlı olan Öndərimiz Heydər Əliyev qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadiyyatımızın inkişafında, formalaşmasında, genişlənməsində isə sahibkarlığın rolu əvəzsizdir. İstərdim ki, sizinlə birlikdə biz sahibkarlıq, onun anlayışı, forması, həmçinin də sahibkarların hüquq və vəzifələrinə nəzər salaq. Azərbaycan Respublikası müstəqil əldə etdikdən sonra iqtisadiyyat sahəsində ən mühüm məsələ bazar iqtisadiyyatına keçid oldu ki, bunu artıq hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikası müsbət şəkildə həyata keçirib və sahibkarlıq anlayış məsələsinə gəldikdə isə ötən illər ərzində iqtisadiyyatın dövlət qurumları tərəfindən tənzimlənməsində istiqamətində müxtəlif sahələr üzrə qanunlar qəbul edilmişdir. Bu qanunların başında duran qanun sahibkarlıq fəaliyyəti haqqında qanundur ki, burada siz vurğuladığınız bütün məsələlər öz əksini tapır və burada sahibkarların hüquqlarının müdafiəsi haqqında hər bir qanun, hər bir məsələ öz əksini tapmışdır. Sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsi olduğunu nəzərə alaraq müəyyən məsələləri diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında fəaliyyət qabiliyyəti olan hər bir şəxs Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinə məşğul ola bilər. Eyni zamanda bu xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Sahibkarlıq formalarına gəldikdə isə biz burada fərdi sahibkarlıq və hüquqi cəhətdən fərdi sahibkarlıq deyəndə adından da göründüyü kimi bir fərd tərəfindən həyata keçirilən sahibkarlıq növüdür ki, hüquqi şəxs formasında sahibkarlıq isə məhdud məsuliyyətli cəmiyyətlər, eyni zamanda səhmdar cəmiyyətləri, kooperativlər şəklində fəaliyyət göstərən sahibkarlıq fəaliyyətidir. Sahibkarların hüquqları haqqında qısaca məlumat vermək istəyirəm ki, sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, qanunlarını əsas götürərək bir çox hüquqlara malikdir. Onlar belə ki, başqa müəssisələrin fəaliyyətində öz mülkləri ilə çıxış etmək, eyni zamanda işçiləri, özləri istədiyi işçiləri işə qəbul etmək, işdən azad etmək, Azərbaycan Respublikasında minimum əmək haqqından az olmayaraq işçilərə əmək haqqı təyin etmək və s. kimi hüquqlara malikdirlər. Sahibkarların vəzifələrinə gəldikdə isə qanunlara riayət edərək onlar digər vergi ödənişlərini, icbari ödənişləri mütləq şəkildə həyata keçirməli və mühasibat və vergi ücretləri daim hazır olmalıdır əllərində və eyni zamanda müqavilə öhdəliklərini, digər müqavilə öhdəliklərini həyata keçirməyi, bunlar sahibkarların əsas vəzifələri sırasına daxil edilir. Eyni zamanda sahibkarların müdaxilə hədlərində gəldikdə isə müəllimə qısa da olsa bizə ümumi bir məlumat verdi və biz də öz sahəmizdə
buna diqqət yetirmək istəyirik ki, qanunvericiliyə əsasən sahibkarların fəaliyyətində dövlət orqanları tərəfindən müdaxilə, qanunsuz şəkildə müdaxilə etmək qəti qadağandır və eyni zamanda xüsusilə qanunsuz yoxlamalar, əsassız inzibati xətalar, əsassız şəkildə subyektlərin fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılması bu qanunda yol verilməz haldır. Bu yanaşmanı nəzərə alaraq qeyd etmək istəyirəm ki, bundan əlavə olaraq 20 oktyabr 2015-ci ildə sahibkarlıq fəaliyyətində aparılan yoxlamaların dayandırılması qanununa əsasən artıq sahibkarlıq sahəsində aparılan yoxlamalar Azərbaycan Respublikasında 1 yanvar 2027-ci il tarixə qədər dayandırılmışdır. Burada təbii ki, bəzi təhlükəli halların nəzərə alınması, insan sağlamlığı nəzərə alınması halları istisna olmaqla yoxlamalar tamamilə dayandırılıb. Eyni zamanda bir də sahibkarlıq hüquqlarının müdafiəsinə diqqət yetirsək, o sahədə sahibkarlıq hüquqlarının müdafiəsi qanunun əsas istiqamətlərindən biri olaraq sayılır və sahibkarlar öz hüquqları pozulduğu halda bunlar məhkəməyə mütləq şəkildə müraciət edə bilər. Dövlət orqanları və vəzifəli şəxslərin onların qanunsuz hərəkət və hərəkətsizliyindən irəli gələn məsələlərdə bağlı da şikayət vermək hüququna malikdir. Yaradılan şəraitin əsas məqsədi bu hüquqi mexanizmlər ölkədə dayanıqlı iqtisadi inkişafın və sağlam biznes mühitinin formalaşmasının əsasını təşkil edir. Bəli, biz sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunun prinsiplərini tamaşaçılarımızın, o cümlədən sahibkarların nəzərinə çatdırdıq. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu da Milli Konstitusiyamızın 59-cu maddəsinin prinsipləri əsasında formalaşmışdı və Aqibət müəllim sahibkarlara yaradılan şəraitlə bağlı, onlara hüquqi dəstəklə bağlı qanunvericinin tələblərini çatdırdı. Zahid müəllim, istərdim ki, təmsil etdiyiniz qurum olaraq, yəni siz vergi xidmətinin əməkdaşı kimi məhdud məsuliyyətli cəmiyyətlər, açıq səhmdar cəmiyyətlər və ümumiyyətlə bu kimi işlərlə məşğul olan şəxslərin qeydiyyatı ilə bağlı hansı fikirləri tamaşaçılarımıza çatdıra bilərsiniz? Hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində həmin o hüquqi şəxslərin elə o statusu alması, eyni zamanda xarici hüquqi şəxslərin filiallarının, nümayəndəliklərinin hüquqi status alması, dövlət reyestrinə daxil edilməsi ilə müstəqil hüquqi şəxs kimi fəaliyyəti ilə tənzimlənir. Azərbaycan Respublikasında bu mexanizm hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında normativ hüquq aktı olan qanunla tənzimlənir. Yalnız həmin qanunun tələblərinə uyğun olaraq hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra müstəqil hüquqi şəxs kimi tanınır və hüquqlar əldə edirlər. Sadə dildə desək, hüquqi şəxsin yaradılması dövlət qeydiyyatına alınması ilə həyata keçirilən bir tanınma mexanizmidir, tanınma prosedurudur. Yalnız bu haldan sonra o mülki dövriyyədə iştirakçı kimi çıxış edə bilir. Müqavilələr bağlamaq iqtidarında olur və məhkəmələrdə istər cavabdeh, istər iddiaçı kimi çıxış etmək imkanına sahib olmuş olur. Əlbəttə, dövlət qeydiyyatına alındığı gündən etibarən bu hüquqların hüquqi şəxslərə yaradılması mexanizmi nəzərdə tutulur və bu mexanizm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Xüsusilə qeyd olunmalıdır ki, hazırki dönəmdə elektron qeydiyyat mexanizmi mövcuddur və şəffaf, operativ şəkildə hüquqi şəxslərin qeydiyyata alınması prosesi 2 iş günündən gec olmayaraq ölkəmizdə həyata keçirilə bilir. Sürətli və dərhal elektron qeydiyyat zamanı isə bu bir iş günü ərzində də həyata keçirilə bilir. İstər bu xarici kommersiya hüquqi şəxslərin, istər yerli MMC-lərin qeydiyyatına da şamil olunur. Xüsusilə qeyd olunmalıdır ki, qeydiyyat zamanı Dövlət Vergi Xidmətinə müraciət ərizə ilə həyata keçirilir və ərizəyə təsisçinin təsis olunma sənədləri, təsisçinin özünə aid olan nizamnaməsi, nizamnaməninlə bərabər səlahiyyətli nümayəndəsi və ya özü tərəfindən təqdim olunmuş yaradılmasına dair qərar, həmçinin şəxsiyyətini təsdiq edən sənədin sürəti və ya səlahiyyətli nümayəndə ilə iştirak edirsə, səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin sürəti də ərizəyə əlavə olunmalıdır. Əlbəttə, sənədlərdə hər hansı bir çatışmazlıq olarsa və ya əlavəyə ehtiyac olarsa, bunun üçün Dövlət Vergi Xidməti tərəfindən qarşı tərəfə zaman da verilə bilir və sənədlər tam yerində olduqdan sonra qeydiyyat prosesi yekunlaşır. Dövlət reyestrindən çıxarışa daxil edilməklə qarşı tərəfə dövlət reyestrisindən çıxarış və həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan VÖN təqdim olunur.
Dövlət qeydiyyatının əsas nəticəsi ondan ibarətdir ki, hüquqi şəxs rəsmi olaraq fəaliyyətə başlaya bilir və hüquqi şəxsin iqtisadi fəaliyyətdə bütün hərəkətləri qanuni qüvvəyə malik olmuş olur. Bu mexanizmin əsas məqsədi həmçinin təkcə formal xarakter deyil dövlət qeydiyyatına alınma baxımından, həm də hüquqi şəxs şəffaf, özünü hüquqlarını müdafiə edə biləcək, vergi öhdəliklərini yerinə yetirə biləcək, düzgün icra edə biləcək və ən önəmlisi isə dövlət nəzarətinin həyata keçirilməsinə imkan verəcək bir statusda tanınır. Bütövlükdə hüquqi şəxsin qeydiyyatının əsas mexanizmi hüquqların tanınması və bu hüquqlardan irəli gələrək öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Bəli, dəyərli tövsiyələriniz, fikirləriniz elə bilirəm tamaşaçılarımız üçün maraqlı oldu. Çünki ölkəmizdə sahibkarlığın, azad sahibkarlığın inkişafı ilə bağlı bütün hüquqi baza formalaşmış və dövlət vergi xidməti tərəfindən də bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Jalə xanım, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi sahibkarlıq fəaliyyətini qanunsuz və yalancı sahibkarlıqdan qoruyur. Gəlin biz qanunun mahiyyəti barədə tamaşaçılarımıza məlumat verək. Qanunsuz sahibkarlıq odur ki, hər hansı bir kommersiya təşkilatı o vergi uçotuna alınmadan və ya onun üçün lazım olan lisenziya, tələb olunan lisenziyanı əldə etmədən və ya lisenziya şərtlərində göstərilən fəaliyyətdən kənara çıxaraq və ya ola bilər ki, bilirik ki, mülki dövriyyədə istifadə olunması məhdudiyyət çərçivəsində olan müəyyən əmtələrin, əşyaların satışı və istifadəsindən gəlir götürmək üçün lisenziya tələb olunduğu halda bu lisenziyanı əldə etmədən həyata keçirilən fəaliyyət qanunsuz sahibkarlıqdır. Orada incə bir məqam var ki, mən onu qeyd etməliyəm ki, kommersiyada konkret maddənin dispozisiyasında qeyd olunur ki, vergi uçotuna alınmadan və qeydiyyatdan keçmədən. Burada xüsusilə kommersiya təşkilatlarından söhbət gedə bilir. Kommersiya təşkilatları vergi orqanlarında qeydiyyatdan keçir. Yəni, hər hansı bir kommersiya təşkilatlarına biz bu maddənin əsas götürə bilmərik. Bəli. Burada ancaq kommersiya təşkilatı, belə deyək, mənfəət əldə etmək üçün yaradılmış hüquqi şəxslərdən söhbət gedir. Həmin kommersiya təşkilatları ola bilər hüquqi şəxslər, MMC-lər, kooperativlər və ya ortaqlıqlar, onlar belə deyək, qanunvericiliklə qeydiyyatdan keçməmiş və ya lisenziya tələb olunduğu halda almamış və ya lisenziyada qeyd olunan fəaliyyətlə məşğul olmadan bu sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Bu da öz növbəsində artıq qanunsuz sahibkarlıq adlanır ki, biz dispozisiya nəzər yetirdikdə orada konkret olaraq göstərilmişdir ki, bu halda onlar xeyli miqdarda gəlir əldə etməlidirlər və ya xeyli miqdarda dövlətə ziyan vurmalıdırlar. Bu da öz növbəsində göstərir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsi artıq maddi tərkibli cinayətdir. Çünki hər əməl nəticəsində isə vurulmuş ziyan və ya əldə olunmuş gəlir, yəni nəticə göstərilir. Əməl və nəticə olan maddələr isə öz növbəsində maddi tərkibli cinayətlərdir. Orada konkret olaraq xeyli miqdar göstərilməsi isə, belə deyək, xeyli miqdar 50.000 manatdan 200.000 manata dək olan bir məbləğdən söhbət gedir və bununla da bu məbləğdə dövlətə ziyan vurulursa və ya gəlir əldə olunursa, artıq 192-ci maddənin tərkib hissəsi yaranmış olur. Digər halda isə 193-cü maddə yalancı sahibkarlıqdır. Mən düşünürəm ki, artıq qanunsuz sahibkarlığın nə olması barədə konkret bir fikir yarandı. Yalancı sahibkarlıqda isə odur ki, yəni hər hansı bir kredit və rüsumlardan azad olmaq üçün və ya hər hansı bir mənfəət əldə etmək üçün məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan, yəni bu məqsəd yoxdur, müəyyən hüquqi şəxslərin yaradılması və ya müəyyən fəaliyyətin həyata keçirilməsi öz növbəsində yalancı sahibkarlıq deməkdir. Eyni zamanda qeyd etməliyik ki, 193-cü maddənin özü də xeyli miqdarda gəlir əldə etmə, xeyli miqdarda ziyan vurma ilə əsaslandığı üçün bu da maddi tərkibli cinayətdir. Yəni, belə deyək, yalancı sahibkarlıqda sahibkarlıq subyekti var, amma məqsəd kredit əldə etmək, rüsumlardan azad olmaq və ya müəyyən gəlir əldə etmək, amma qanunsuz gəlir əldə etmək məqsədi ilə ola bilir. Bu da öz növbəsində Cinayət Məcəlləsi ilə çox ağır cəzalar nəzərdə tutulan maddələrdən biri kimi nəzərdə tutulmuşdur. İcazə versəz, mən ümumiyyətlə sahibkarlarımıza lisenziyanın nə demək olduğu haqqında qısa bir giriş edərəkdən
o sahələrə sıralayaram. Deməli, lisenziya müvafiq sahibkarlıq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Lisenziya adından da göründüyü kimi icazə deməkdir. Hər hansı bir fəaliyyət növünə icazə verilmək üçün lisenziya təqdim olunur. Naxçıvan Muxtar Respublikasında artıq ərazisində lisenziya verən orqanların siyasətinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 4 aprel 2023-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasında ərazisində lisenziya verən orqanların siyahısı təsdiq olunmuş və həmin siyahıya əsasən dövlət təhlükəsizliyi halları istisna olmaqla özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti, rabitə xidmətləri, təhsil fəaliyyəti, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, eyni zamanda yabani bitkilərin, dərman vasitələrinin, xam malının yığılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı və s. kimi sahələrə lisenziyalar təqdim olunur və bunu qeyd etmək istəyirəm ki, lisenziya alınması üçün sahibkarlarımız ilk öncə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin lisenziya sektoruna, hansı ki o sektor Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhərində yerləşən Asan Xidmətdə yerləşir və Asan Xidmət vasitəsilə onlar bizə müraciət edir və ərizəçinin sənədlərini biz qəbul edirik. Əgər ərizəçinin sənədlərində çatışmamazlıqlar olarsa, 5 iş günü müddətində əməkdaşlar tərəfindən ərizəçiyə məlumat verilir. Ərizəçi həmən o çatışmamazlıqları 10 gün müddətində aradan qaldıraraq yenidən Asan Xidmət vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edir. Və həmin sənədlər aidiyyatı orqanın rəyi üçün aidiyyatı orqana göndərilir. Aidiyyatı orqan 7 iş günü müddətində həmin məsələyə münasibət bildirməlidir. Əgər bəzi hallarda sənədlərdə çatışmamazlıq olarsa və yaxud da aidiyyatı orqan tərəfindən yenidən araşdırma ehtiyac duyularsa, bu müddət 20 gün müddətində uzadıla bilər. Burada bir məqamı diqqətinə çatdırmaq istəyirəm ki, əgər aidiyyatı orqan bunu 20 gün müddətində uzadacaqsa, həmən o 7 iş gün müddətində İqtisadiyyat Nazirliyinə məsələ ilə bağlı rəsmi məlumat verməli və hansı məsələni araşdırdığını qeyd edərək, məsələnin daha 20 gün müddətində uzadacağını qeyd etməlidir. Ümumiyyətlə, əgər bütün sənədlər qaydasında olarsa, lisenziya 10 iş günü müddətində ərizəçiyə təqdim olunmalıdır. Lisenziya ərizəçisinin müraciətindən sonra aidiyyatı orqanın, səlahiyyətli orqanın rəyi nəticəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ərizəçiyə təqdim olunur. Lisenziyanın ləğvi sahibkarın özünün fəaliyyət növünü dəyişərsə, özünün şəxsi öz arzusu ilə verdiyi ərizə nəticəsində də ləğv oluna bilər və eyni zamanda lisenziya sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filalı, nümayəndəliyi ləğv edildikdə və lisenziyanın sahibi olan fiziki şəxslərin fərdi sahibkarlar kimi fəaliyyətinə xitam verildikdə və bu məsələyə diqqət yetirmək lazımdır ki, və məhkəmənin qərarı olduqda, hansı ki o sahədə yoxlama aparıla bilər və orada qanunsuzluq aşkarıla bilər və məhkəmə qərarı çıxararsa və eyni zamanda lisenziyada göstərilmiş fəaliyyət növü artıq o indiki lisenziyanın fəaliyyət növündən çıxarılıbsa, vətəndaşın lisenziyası ləğv edilir. Azərbaycan Respublikasının iqtisadi siyasəti 3 istiqamətdə həyata keçirilir. Bunlardan birincisi monetar siyasətdir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən. İkincisi fiskal siyasətdir. Buna bəzən maliyyə, vergi siyasəti də deyilir. Hansı ki, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər aid struktur qurumlar, mərkəzi icra orqanları tərəfindən həyata keçirilən və digər tənzimləyici, dəstəkləyici xidmətlərdir. Fiskal siyasətin, yəni dövlət siyasətinin iqtisadi blokda olan əsas rıçaqlarından biri dövlət büdcəsinin formalaşdırılması, maliyyə təminatının dayanıqlığının artırılması, ümumilikdə dövlətin gəlirlərinin yığımı ilə bağlıdır və bu funksiyalar vergi orqanları tərəfindən əsasən həyata keçirilir. Azərbaycan Respublikasında vergi münasibətləri vergi məcəlləsi ilə tənzimlənir və vergi məcəlləsində verginin dövlətin maliyyə təminatlılığının həyata keçirilməsi məqsədilə fərdi əvəzsiz və məcburi ödəniş olduğu qeyd olunur. Təbii ki, Azərbaycan Respublikasında vergilərin yığılması ilə dövlət büdcəsi formalaşdırılır və dövlətin sosial, təhsil, mədəniyyət, səhiyyə və müxtəlif müdafiə xərcləri həyata keçirilmiş olur. Azərbaycan Respublikasında əsas vergi növlərinə nəzər salmış olsaq, mənfəət vergisi az əvvəldə qeyd olundu bu barədə, gəlir vergisi, eyni zamanda sadələşdirilmiş vergi, əmlak, torpaq vergiləri, digər vergilərdən isə əlavə dəyər vergisinin
aksiz vergisinin biz adını çəkə bilərik. Niyə mən kateqoriya olaraq 5 əsas vergi ilə digərlərini fərqləndirdim? Ona görə ki, bu 5 əsas vergi növü birbaşa istehsal fəaliyyəti ilə bağlı olan vergi növləridir. Aksiz və digər adı çəkilən əlavə dəyər vergisi isə daha çox dolayı vergi növləri kimi qarşımıza çıxır. Mən təfərrüatlara toxunmadan vergi ödəyicisinin hüquqları və vəzifələrinə açıqlama vermək istəyirəm. Buyurun. Vergi ödəyicisinin məndən öncə də qeyd olunduğu kimi fəaliyyətə başlaması üçün qanuni şəkildə qeydiyyatdan keçmə zərurəti mövcuddur. Bu, təbii ki, qanunlarla tənzimlənir və vergi ödəyicisi statusu aldıqdan sonra əlbəttə o vergilərin ödəmək də onun bir mükəlləfiyyətidir. Vergilərin ödənilməsi onun bir hüququdur. Hər bir halda vergi ödəyicisinin obyekti mövcuddursa, obyektin qeydiyyata qoyması onun bir vəzifəsidir. Vergi ödəyicisinin vətəndaşların ödəniş etmə imkanlarının yaradılması baxımından öz ticarət obyektində, subyektində və ya təsərrüfat yerində postterminal aparatının, nəzarət kassa aparatının quraşdırılması da onun vəzifələrindən biridir. Əgər biz nəzər salmış olsaq ki, vergi ödəyicisi bütün qanunlara riayət edir və hüquqları daha çox maraqlı olur hər kəsə, o vergi öz fəaliyyəti üçün vergi orqanlarına müraciət edərək bütün qanunvericiliyi ilə tanış ola bilər, yazılı məlumat ala bilər, öz fəaliyyətin hansı normativ hüquq haqlarla tənzimləməli olduğuna dair yazılı izahatlar ala bilər. Vergi ödəyicisinin bəzi hallarda öz fəaliyyəti zamanı dövriyyə limitini aşdığı halda ona hüquqlar verilir ki, əlavə dəyər vergi ödəyicisi kimi davam et və yaxud sadələşmiş vergi ödəyicisi kimi hüquqdan istifadə et. Eyni zamanda vergi ödəyicisi müasir dövrdə hər birimiz əlavə dəyər vergisinin geri qaytarılması mexanizmindən istifadə edirik. Hər birimizin telefonu, smartfonda və müvafiq proqram təminatını yükləyib ƏDV geri al mexanizmini tətbiq edirik. Vergi ödəyicilərinin hüquqlarıdır ki, könüllü ƏDV ödəyicisi kimi qeydiyyata dursunlar və bu imkanlardan dövlətin yaratdığı şəraitdən istifadə edərək daha çox müştəri cəlb eləsinlər. Vergi, bilirsiniz ki, iqtisadiyyatı təşviq edici, biznesi təşviq edici formada qurulubdur. Hər nə qədər məcburi bir ödəniş olsa da, verginin əsasında həm də bir təşviq, iqtisadiyyatın, biznesin ümumiyyətlə biznes ictimaiyyətinin iqtisadi dəyər payının böyüməsi dayanır. Onu da qeyd edeyim ki, Naxçıvan Muxtar Respublikasında son 2026-cı ilin yanvarın 1-dən tətbiq olunan yeni güzəşt rejimindən istifadə etmək də vergi ödəyicilərinin bir hüququdur. Bəli. Bu güzəşt mexanizmi 10 illik əsas vergilərə mənfəət gəlir sadələşdirilmiş əmlak və torpağa 10 illik güzəşti hər nə qədər də versə də, vergi ödəyicisinin hüququdur bu güzəştdən istifadə etsin və yaxud etməsin. Etmək üçün müvafiq qanun prosedurlar yerinə yetirilməlidir və həyata keçirilməlidir. Əlbəttə, Naxçıvan Muxtar Respublikasında olan bütün vergi ödəyiciləri 10 il müddətində qeyd olunan əsas vergilərdən azad olunmaqla həm böyük bir güzəşt, həm böyük bir hüquq əldə ediblər. Bu, həm vergi nöqteyi nəzərindən əhəmiyyətlidir, həm də sosial sığorta haqqından əhəmiyyətlidir və həmçinin gömrük rüsumlarına nəzərən çox əhəmiyyətlidir. Nəzərə almış olsaq ki, vergi ödəyicilərinə böyük hüquqlar verilibdir vergi, sosial və gömrük güzəştləri ilə bağlı. Mən deyərdim ki, Muxtar Respublikada vergi ödəyiciləri öz vəzifələrini qanuni şəkildə yerinə yetirsələr və qeyd olunan güzəşt hüquqlarından istifadə eləsələr, həm bu onların fəaliyyətinin böyüməsinə, genişlənməsinə, həm Muxtar Respublikanın büdcəsinin dayanıqlılığının böyüməsinə, büdcəsinin artmasına və ümumilikdə Naxçıvanın iqtisadi dəyər zəncirində ölkəmizdə böyük bir paya yüksəlməyinə səbəb olacaqdır. Bəli, biz vergilər, vergi güzəştləri Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə tətbiq olunmuş güzəştlərlə bağlı fikirlərimizi bölüşdük. Jalə xanım, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən vergiləri və digər məcburi ödənişləri ödəməmə cinayət məsuliyyətinə səbəb olur. Gəlin biz ilk növbədə bu məsuliyyət barədə tamaşaçılarımızı, o cümlədən vergi ödəyicilərini məlumatlandıraq ki, onlar hər hansı bir məsuliyyətə cəlb olunmasınlar. Biz nəzərə alsaq ki, Cinayət Məcəlləsinin 213-cü maddəsi vergilərdən yayınma, həmçinin orada sığorta haqları ilə də bağlı müəyyən hissələr də mövcuddur. Orada verginin məbləği konkret olaraq göstərilmişdir. Belə ki, vergidə orada konkret xeyli miqdar göstərilməsi öz növbəsində bizdə bir sual yarada bilir. Bəs xeyli miqdardan aşağı olduqda necə ola bilir?
Bu halda artıq biz nəzərə almalıyıq ki, bu İnzibati Xətalar Məcəlləsinə gedir. Cinayət məsuliyyəti yaratmır, amma hər bir halda onun da məsuliyyəti vardır. Yəni belə deyim, vergi müstəqil bir dövlətin sarsılmazlığını göstərən və onu iqtisadi cəhətdən təmin edən bir roldur, bir yoldur. Və bu halda əgər vergi hissədə, verginin alınmasında, onun paylanmasında əgər bir problem yaranarsa, bu da dövlətə ziyan vura bilər. Öz növbəsində buna görə də bu konkret olaraq Cinayət Məcəlləsi ilə qadağan olunmuş bir əməl kimi qeyd olunmuşdur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində konkret olaraq sadalanmışdır və göstərilmişdir ki, bunun pozulması öz növbəsində dövlətin cəza təhdidi altında qadağandır. 213-cü maddədə elə dispozisiyada konkret olaraq göstərilir ki, xeyli miqdarda vergidən, sonra dövlət sığorta ödənişlərindən, işsizlikdən sığorta, tibbi sığorta, eyni zamanda məcburi sosial sığortaların ödənilməməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır. Biz konkret olaraq göstərməliyik ki, maddənin dispozisiyasında artıq həmin belə deyək, vergidən və sosial sığortalardan yayınan şəxslər xüsusi subyektdir. Yəni dövlətə vergi ödənilən şəxsdə hər hansı bir şəxs 18 yaşını tamamlamış, yetkinlik yaşına çatmış hər hansı bir şəxs bu maddənin dispozisiyasında xüsusi subyekt şəklində fəaliyyət göstərə bilməz. Bəli, fikirlərinizə bir məsələni də əlavə etmək istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasında vergiləri və digər ödənişlərin ödənilməsi vətəndaşların əsas vəzifəsi, konstitusiyon vəzifə kimi müəyyən olunmuşdur. Zahid müəllim, istərdim ki, bu nağdsız ödənişlərlə söhbətimizi davam etdirək. Bu post terminallardır, kassalardır. Bu barədə tamaşaçılarımızı maarifləndirmək yerinə düşərdi. Əlbəttə, nağdsız hesablaşmaların təmini, eyni zamanda onlayn elektron çıxış imkanı olan nəzər kassa aparatlarının tətbiqi ümumilikdə rəqəmsal iqtisadiyyatın tələbləridir. Vergi məcəlləsi, eyni ilə nağdsız hesablaşmalar haqqında olan qanun, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun və müvafiq orqanların ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm post terminalların quraşdırılması ilə bağlı, həm nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı qərarları burada əsas tənzimləyici normativ hüquqi aktlardır. Azərbaycan Respublikasında şəffaf maliyyə sisteminin qurulması, eyni zamanda şəffaflığın daha da dərinləşdirilməsi, sadə dildə desək, qara iqtisadiyyatla mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən əsas fəaliyyətlərdən biri də ölkəmizdə nağdsız hesablaşmaların tətbiqi ilə bağlı olubdur. Bu 2016-cı ildə qəbul olunmuş qanun 2017-ci ilin yanvar ayının 1-dən vergi ödəyicilərinə tətbiq olunubdur. Xüsusi bir hal böyük ödəyicilərə, əlavə dəyər vergi ödəyicilərinə buna biraz da müddət daha artıq verilmişdir. Amma nəzərə almış olsaq ki, artıq 10 ilə yaxın bir müddətdə ölkəmizdə nağdsız hesablaşma zərurəti var. Onu da qeyd edim ki, nağdsız hesablaşma həmin qanuna əsasən bir bank hesabından başqa bank hesabına köçürülmə və ya müxtəlif terminal aparatları ilə nağd pulun mədaxili və yaxud da ki, iki tərəfdən birinin elektron ünvanına vəsaitin köçürülməsi kimi qəbul olunmalıdır. Yəni, hər hansı bir bank hesabına artırılma da, telefonumuzdan kiməsə vəsaitin köçürülməsi də nağdsız hesablaşmadır. Amma dövlət bəzi fəaliyyətlərin nağd həyata keçirilməsi məhdudlaşdırıbdır. Qeyd edim ki, bir əməliyyatın məbləği 4000 manatdan yuxarı olursa, avtomobil satış hissəsində olmaqla nağd həyata keçirilə bilməz. Təhsil haqlarının ödənilməsi, tibb xidmətlərində 500 manatdan yuxarı ödənişlərin həyata keçirilməsi, bütün dövlət rüsumu və yığımlarının ödənilməsi, vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, icbari tibbi sığorta haqlarının, gömrük rüsumlarının, eyni zamanda yığımlarının, işsizlik sığorta haqlarının, kommunal xərclərin hamısının ödənilməsi və əslində biz siyahını biraz da uzada bilərik. Dövlət satın almalarının və dövlət büdcəsi ilə bağlı olan bütün ödənişlər yalnız nağdsız həyata keçirilə bilər. Dövlət müəyyən alışlarda və ya satışlarda iş xidmət məhsulların hərəkətində təqdim olunmasında nağd alışa da icazə veribdir. Bu sadə, primitiv sahələrdədir. Kənd təsərrüfatı məhsullarının alışında, utilizasiya məqsədləri üçün şinlərin, kağızın, şüşənin və ilə axır alışında, xam dərinin, eyni zamanda işlənmiş yağların qəbulunda nağd alışlara icazə veribdir. Əlbəttə, bu qeyd etdiklərimiz nağdsız ödənişin artması və şəffaflığın birbaşa genişlənməyinə hədəflənmiş istiqamətlərdir. Cələ xanım, istərdim ki, verilişimizi məhz bu sualla yekunlaşdıraq. Cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasının hüquqi nəticələri nədən ibarətdir?
Onun qeyd etməliyik ki, cinayət yolu ilə əldə olunmuş həmin əmlakın, belə deyək, təqsirləndirilən şəxs tərəfindən əldə olunmasını biz götürürük. Eyni zamanda ona kömək edən şəxslər, köməkçilər, bu işin təşkilatçısı, təhrikçisi, bunların hər biri artıq dəqiq müəyyən olunduqdan sonra Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edərək hər biri üçün xüsusi olaraq, belə deyək, konkret olaraq müəyyən olmuş cəzalar nəzərdə tutulmuşdur. 32-ci maddəyə istinad olunur. Daha sonra isə həmin o Cinayət Məcəlləsində nəzərdə tutulmuş maddədə tutaq ki, həmin o əmlak hansı sahə yönümlü sahədən götürülmüşdürsə, daha sonra o müəyyən olunduqdan sonra həmin əmlakın necə legallaşdırıldığı müəyyən oluna bilər. Legallaşma prosesi də belə deyək, tam istintaqla müəyyən olunduqdan sonra onun öz növbəsində artıq bazara çıxarılması və ya belə deyək, müəyyən əmlakların, çirkli pulların yuyulması kimi istifadə olunması və ya daha sonra ola bilər ki, şəxslərə artıq vicdanlı sahibkarlara o pulun ötürülməsi və o pulun təkrar əldə olunması ilə bağlı istintaq prosesində müəyyən hissələr müəyyən olunur. Qeyd etməliyik ki, orada cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasında çox vaxt vətəndaşlarımız belə deyək, pis vəziyyətdə də qala bilirlər. Çünki orada vicdanlı sahibkardan da söhbət gedə bilir. Bəzən vicdansız sahibkar, bəzən vicdanlı sahibkar. Çünki artıq cinayət yolu ilə əldə edilmiş həmin o əmlak legallaşdırılan zaman şəxslər məlum olmadan vicdanlı şəkildə o əmlakı əldə edirlər, o pulları əldə edirlər. Belə deyək, pul vasitəsindən əldə olmuş müəyyən mülkü əldə edirlər. Daha sonra artıq istintaq zamanı müəyyən olunur ki, məhz bu əmlak cinayət yolu ilə əldə olunmuş əmlakdır. Qeyd etməliyik ki, hər bir halda məsuliyyətindən, əldə olunmasından, getməsindən fərqi olmayaraq Cinayət Prosessual Məcəllə ilə konkret olaraq müəyyən olunmuşdur ki, cinayət yolu ilə əldə edilmiş, legallaşdırılmış hər bir əmlak yerinə qaytarılmalıdır və bununla da dövlətə, cəmiyyətə, insanlara vurulmuş ziyan tamamilə ödənilməlidir. Mən də hər birinizə öz minnətdarlığımı bildirirəm, studiyamıza gəldiyinizə, sahibkarlarımıza, o cümlədən sahibkarlıqla məşğul olmağa başlayan hər bir şəxsi maarifləndirdiyinizə görə, hörmətli tamaşaçılar, bizə ayrılan efir vaxtı yekunlaşmaq üzrədir. Mən bir daha qonaqlarımıza öz minnətdarlığımı bildirirəm və xatırlatmaq istərdim ki, studiyamızın bugünkü qonaqları Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Jalə İbrahimova, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Aqibət Əliyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Zahid Qəmbarov idi. Sağ olun, növbəti verilişdə görüşənədək. Hər birimiz xalqımızın milli, mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, vətəndaşı olduğumuz Azərbaycan Respublikasının qanunlarına əməl etməliyik və unutmamalıyıq ki, qanunların ən alisi qanuna hörmət qanunudur.